İranı faktiki olarak biz almışıq da, həmən dövlət ki, rəisi dönəmində gəlib Arazın qırağında sepahan adamları, ay raketi belə atacaq, belə gələcək, Bakıdan fırlanıb İsrailə gedəcək, yazıca gəlmir. Evet. Rəisin özü nə qədər gəlib deyirdi, yox, Zəngəzur beləcək, həmən rəisi idi. Amma indi həmən dövlət dəyişdi, yerinə gəldi elə bir adam ki, gecə gündüz türkçülüklə məşğuldur. Və İran dövlətinin millət vəkilləri, dövlət məmurları açıq-aşkar Pezeşkiyan'a pantürk deyirlər. Açıq-aşkar Pezeşkiyanın oğlunun pantürk olduğunu deyirlər. Və bugün də Sayın Pezeşkiyanın da, Sayın Pezeşkiyanın evlatlarının da apardığı siyasət, danışdığı fikir nədir? Azərbaycan prezidenti, Azərbaycan dövlətinin dediyi sözlərdir da. Biz İranı almışıq, fəth eləmişik. Çox çəkməz ki, İran həqiqi sahiblərinə geri qayıdar. İran Azərbaycan torpağıdır. İranı quranlar Azərbaycanlılar olublar. Şahnamədə İran olmayıb. Şahnamə təhrifatdır, yalandır. Axı biz bunu hər dəfə deyirik.